danach falsch präpariert. So, ja. Und dann abknicken nach Norden. Qədim yaşayış yeri Azərbaycanın qərb bölgəsinin erkən dəmir dövründə, eramızdan əvvəl 8-ci, 7-ci əsrlərdə bu ərazidə insanların məskunlaşmasının intensivliyinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Ağstafanın Dağ-Kəsəmən kəndi ərazisində yerləşən abidə son tunc erkən dəmir dövrünə aid edilir. Burada təsərrüfat quyuları, ocaq yerləri, küplər, mühürlər, qəbir kompleksləri aşkar edilmişdi. Ağalıqtəpə qədim yaşayış yerində aşkar edilmiş çox sayda metal çalarları burada, bu ərazidə metal əritmə kürəsinin mövcud olmasını və eləcə də əhalinin tələbatını ödəyəcək səviyyədə metal istehsalı ocağının olmasını sübut edir. Ərazidə zəngin arxeoloji maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Bu maddi mədəniyyət nümunələri qeyd etdiyimiz dövrə aid insanların yaşadığı yaşayış evlərinin qalıqlarından, tikililərdən ki, hansı ki, hal-hazırda biz həmin tikililərin üzərində iş aparırıq. Xeyli sayda təsərrüfat təyinatlı tikililərdən ibarətdir. Ümumi sahəsi 6 hektara yaxın olan abidənin səthinin hündürlüyü 6-8 metrdir. Unikal yaşayış yeridir. Azərbaycanlı həmkarlarımızla apardığımız qazıntıları birgə elmi əməkdaşlıq baxımından faydalı hesab edirəm. Maraq dairəmizdə olan bu abidə Orta Kür hövzəsində həm dövr abidələrin araşdırılmasında yeni istiqamətdir. Arxeoloji qazıntılar birgə memoranduma uyğun aparılır və nəticələr birlikdə müzakirə olunur. Təbii ki, tapıntıların nəşri planlaşdırılır və buna artıq start verilmişdir. Radiokarbon analizlər sümük və kömür fraqmentlər əsasında həyata keçirilir. Birgə işləməkdən və bölgənin füsunkar təbiətində qazıntı aparmaqdan çox məmnunam. Burada çox dəyərli artefaklar əldə olunmuşdur. İçi kərpicdən hörülmüş yaşayış otaqlarının divarları, yerli döşəmələr və ocaq izləri burada əhalinin intensiv şəkildə yaşadığını göstərmişdir. Ümumi olaraq buranın qazıntısında əsas məqsəd Xocalı Gədəbəy mədəniyyətinin yayılma arealını, yaşamını və burada hərəkət aspektlərini öyrənməkdən ibarətdir. Tədqiqatlar zamanı daha 2 qazıntı kvadratı seçilib və ümumi qazıntı sahəsi 300 kvadrat metrə çatdırılıb. Beynəlxalq arxeoloji ekspedisiyanın gələn ildə həyata keçirilməsi planlaşdırılır. Alməməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV Xəbər.